Mən qarışmıram. Humay da girdi qoluna apardı, oturtdu onu. Aslan getdi, diz çöktü qabağında, ağladı. Güya indi anası kör. Bu ağlayır indi güya. Rola gedirlər ki, nəsə eləsinlər. Hə də yalvardı. Zaurun anasına yalvarırdı ki, oğluma mənə tapşır, mənim gözlərimi açsın. Yox, gözü görsün həqiqətən də. Heç kimə möhtac olmasın. Vallahi heç kimə pisliyi arzulamıram mən. Ancaq ki, özü peşman olub. O barədə yaxşıdır ki, peşman olub Ceyranın özü. Peşmançılıq da fayda verməz axı. Yəni bu qızdan da narazıdır. Sonra da getdi oturdu Arzunun yanında lap axırda. Çünki o qabaqda oturmuşdu, getdi sonra oturdu Arzunun yanında. Ceyran. Hə. Göstərdilər ki, oturub Arzunun yanında, ikisi də yanbayan. Mən düşmənim də belə olsa, heç kimə pisliyi arzulamıram. Ancaq mənim əziyyətimi itirənləri halallıq da vermirəm. Mən kimi insanın qədrini bilmədilər. Hə, bu dəqiqə Natiq doktora yoxlanmaya gəliblər. Ona görə gəliblər. Deyir, qızım olsa nənəmin adını qoyacağam. Deyir. Aslan dedi, qızım olsa nənəmin, Ceyranın anasının adını qoyacağam. Ceyran dedilər, adını qoyatsan, Ceyran dedi, yox. Hə. Aslan da dedi ki, nənəmin adını qoyacağam. Bir də ki, atası sənədləri vermir ki, nigaha düşsünlər. Onu İnşallah dedi. verir. O dedi ki, vermir kişi. Zaur da dedi ki, belli ki narazıdır, istəmir bu qızı alsın ona görə. Natiq həkim gəlmişdi. Hə, elə onları çıxartdı da, tapşırdı Zaur onları. Dedi ki, deyəsən hamilədir. Qız hamilədir. İndi Natiq onları götürür də, ikisini də götürdü. Zaur verdi onlar Natiq həkimə, Humayı da, Aslanı da. Çünki Aslan dedi ki, var, qoy həkim desin. Jadaya veriliş qutarırdı, heç nə danışmadılar. Bir dənə dedi ki, yoxlayacağım sizi, gələrsiniz. Ceyran da ki, çox dilxor idi, çox. İndi bir 5-6 gündən sonra qoy 1-2 veriliş geçsin. Gör qırğınlar necə olacaq orada. Niyə? Qızla, Ceyran başlayacaq da yenə. Yox, başlamaz. Daha başıma oyun açanları verilişdə neyinirdi? Artist deyil. Çətinin nəvəsi oluncadır. O da Amma nəvə istəyir də. nə olsun nəvə istəyir? O istədiyi adam. Onun da ki, istədiyi adam yoxdur axı. Aslan kimi alır, hamısını elə eləyir də. Qoy nəvə görsün, rahat ölsün, Allah haqqı. Arzunun başına oynaşdı, sənin başına oynaşdı. İndi bu kiminlə yola gedib. Sən işləmirsən? Yox, elə ki. Bəs o kafedə işləyirdin axı, yeməyə baxırdın, nə oldu? Bir də sərhədimlə bağlı bir müddət hələ ki yox. Sən çətin olaraq kiranı necə verirsən? İzləyicim var, o da istəyir. Tək qalırsan, heç olmasa ev götür də özünə. Yox, bu qazi evi deyənə deyib ki, ay gün olmaz da tək. Nə tanış, nə tunuş, heç kim. Yoxsa sən Ay şər böhtan yox, hər şey yaxşıdır. Ay şər böhtan atdılar, ay günü saxlayan var, ay günün həcisi var, ay gün elə, ay gün belə.
Nə bilim, nələr deyirlər, nələr deyirlər. Ay Allah. Şeydi, bir arada verilişdə şeydə getdi axı, orada o Salihin də adı getdi. Orada biraz qırğın düşdü. Nə bilim, harasa şey, Sənübərgilə getmişsiniz, kabab yeməyə. O məsələsi ilə bağlı cəmaatın toyu olacaq, başlayıblar danışmağa. O söhbət getdi oradakı Salih güya. Söhbət bağlandı, bir onun haqqında danışmıyor. Olsa çəkib atdılar atın. Yox, onu da yarımçıq saxladılar ki, qarışmayın da, bu söhbətə qayıtmayın. Onu da şey gil qaldırdılar. O qız kimdir? O dokument istəyən adı nədir? Zarina gil. Belə işlər. Nar müəllim mənə Heç bir də o dedi ki, Aygünün adı burada çəkilməsin, o işində, gücündə həyatını yaşayır. Hamıya tapşırdı ki, onun adı çəkilməsin burada. sağ olsun. Onu dedi. Dedi, elə ondan sonra sənin adın çəkilmədi. Yoxsa belə gedirdi, Aygün belə, sən Aygünün əlin belə buraxdın, Aygünü anon belə elədi. Onda Zaur dedi ki, onun adı çəkilməsin. Aslan özü bir kəlmə dedi ki, Aygün özü gedir. Bir kəlmə demədi, 2-3 dəfə dedi ki, mənim əlimi o buraxdı, mən buraxmadım. Mən tutduğum əli buraxmıram, o özü buraxdı, özü də getdi. O əllərdən çox görmüşük də. Onu dedilər də, dedilər sən belə əllər çox tutubsan, amma yarımçıq qoymusan. Dedi, yox. O məni deyir, buraxdı, getdi. Mən o əli buraxmadım, o buraxdı, getdi. Onda Humay ona baxdı belə üzünə, sonra üzünü çördü. Aygün sən kəlli tutardın da, Aygün kəlli tutardın sən, bir əli boş olur. Aslan almayıb ki o qızı, qız özü öz ayağı ilə gəlib aslana. Humay 2 əlli tutmuşdu, bir barmaqları ilə tutmuşdu, bir də biləyindən tutmuşdu. Allah haqqı 2 əli ilə tutmuşdu. Ozan müəllim, görəcək günlər qabaqdadır, ay brat. Mən bəs də deyirəm, hələm çox şeylər görəcəyik biz o verilişdə. Təzə başlayıb hələm. Aslan qaqamın ürəyi genişdir. Gələn gedən gedir, gələn gedən gedir. Vəkil də dedi, sən nə qədər əl tutursan, buraxmırsan. Qaldırırsan göyə, qoyursan yerə. Qaldırdı Humayın əlin göyə, bu əli buraxmaram mən. Humay ağlayırdı, bir gözünün yaşını silirdi. Vay 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 verilişdə. Yanaqlarını silir. Biraz kişiliyin olsun ha. Adamın əti tökülür elə elədiyicən. Yəni maraqlı olub veriş. Bir balaca onlar reytingdə qaldırırlar özləri içində, veriliş baxılsın. Yəni artist eləyirlər də, rola girmişdilər. Efir elədi ki, olduğu kimi deyil, yəni biləsiz. Əlbəttə elə deyil, güya bilmirik biz. Nə olsun ki biz orada deyilik. Hamısı bilirik ki oyundur gedir. Efir olduğu kimi deyil. Ananı yıxıb sürüyürdü, indi qaçdı, dizlərini qoydu yerə, ananı qucaqladı, ağladı, ay, ceyran kordur. Bir övlad anasının reytinqə görə ayağa verirsə, yoldaşın ayağa verirsə, tüpləsən elə reyting. Allah'ın olsun elədi. Allah haqqı. Nəyəsə görə eləyirlər, nəyəsə xatir, nəyəsə görə eləyirlər. İnanırsınız, münsiflər heyəti hamısı baxırdı, bir gülürdülər ki Aslana. Dizin qoyub bir ağlayırdı, bir qucaqlamışdı ki anasını. Vay 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 vay. Ana bala bir ağladı. Biz çökmələrdən mənim də dövrümdə olub. Hər şey mənim də dövrümdə olub. Nə görmüşsünüz, mənim də dövrümdə olub onlar. Bəs onu da eləyirik də. O qədər elə diz çökmələri görmüşük, sonra yıxıb sürüyüb. Nə olsun? Ailə dağıtmaq, ayrılmaq, bunların növləri var. Görsən özü də təsdiq eləyir. Həmişə də deyir ki,
Aygün özü gedib. Ay millət, beyninizə 1200 adam var. Ha, dedi. Ozan müəllim də şahiddir. Ozan müəllim də eşidir. Efidə də bu gün deyilib. 2 dəfə Aygün dedi. Dedi ki, özü gedib. buraxdı. Bu Əli dedi. Mən bu özü şeylə buraxdı. həqiqətən də Ozan müəllim bununla fəxr edirəm ki, mən qoyub getmişəm onu. Ha, dedi. Dedi ki, özü getdi. Mən buraxmırdım o Əli, özü buraxdı mənim əlimi. O hardasa ona mənfidir də. Yəni məni arvad burax qoyub gedib. O elə bir ki, Nasıl? yaxşı şeydir o. O sənə Nasıl? mənfi bir şeydir. Yəni ki, görünə gündəsən ki, səni Aygün qoydu getdi. Nasıl? O özünə onu şey bilir. Soruşurlar, niyə ayrılmısan? Xəyanət üstə. Soruşurlar, niyə ayrılmısan? Filan şeylərə görə. Aygün səni qoydu, atdı, getdi. Vəkil də ona sual verdi. Dedi ki, bəs niyə buraxdın o axırıncı Əli? Onda dedi də, heç də demədi, qayıtdı ki, mən buraxmadım, özü buraxdı. Həqiqətən də mən eşitmədim, bilmədim, mən görmürəm. Məndə YouTube-da deyənə televizor kanalı görmürəm mən. Təşəkkür edirəm ki, o sözü mənə dediniz ki, Aygün özü atıb gedib məni. Hə, 2 dəfə dedim. Allah sizə ömür versin. Mənə bu lazım idi ki, 1200 nəfər bilsin ki, Aygün özü ayrılıb gedib. Koroğlu'da da ki, öz asal xidmətdə özü ərizəsini yazıb qoyub. 2 dəfə dedi. Dedi ki, Aygün adını demədi. Dedi ki, o özü əlimi buraxdı, getdi. Bir də onun evliliyindən sual verdilər. Dedi, mənim rəsmi bir dənə Aygünlə evliliyim olub. Düzdür. Yəni Aygün Zaur müəllim də deyib ki, Aygün adı hallanmasın. Düzdür. Zaur da elə o moment o iki dəfə dedi mənim əlimi o buraxdı. Gördülər ki, sual səndən çox veriləcək. Zaur dedi ki, Aygünün adı çəkilməsin, o həyatını yaşayır, işində, gücündə, evində, işiyində. Bağlayın dedi. Aygün söhbəti burada olmasın. Vüsal, xoş gəldin. Salam, salam.